Salam əziz psixologiya sevərlər. Bu dəfəki Medlogos efirimizdə çox maraqlı bir mövzuya toxunmuşuq və studiyamızın qonağı pediatr Gülər Mustafayevadır. Və əminəm ki, bugünkü gün çox maraqlı fikirləri ilə və mövzuya yanaşması ilə bizim diqqət mərkəzimizdə yenə də qalacaq. Gülər xanım, studiyamıza xoş gəlmisiniz. Çox sağ olun. Sizi burada görmək çox xoşdur, hər zamanki kimi. Çünki hər zaman canlı yayımlarımızda, podkastlarımızda, efirlərimizdə çıxış edirsiniz və informasiyaları bizlə geniş şəkildə bölüşürsüz. Bugünkü efirimizin mövzusu valideynlərlə uşaqlar arasında bağlanma problemləri və bağlanmanın yanlış tərəfləri, bu yanlış bağlanmanın uşaqlarda verdiyi həm fizioloji, həm psixoloji, həm də psixosomatika tərəfləri. Bu mövzu ilə bağlı düşüncələriniz nədir? Mən də sizi salamlayıram, dəvətiniz üçün təşəkkür edirəm. Əslində seçdiyiniz mövzu çox aktual mövzudur. Yəni bugünkü ailələrimizin, xüsusilə də cavan ailələrimizin ən böyük rast gəldiyi problemlərdən biridir. Uşaqlar adətən daha çox nənə ilə ünsiyyətdə olduğu üçün, nənə ilə və dayə ilə ünsiyyətimiz olduğu üçün valideyndən bir qədər uzaqlaşma, valideynə qarşı münasibətin nisbətən dəyişilməsi, nənədən asıllıq və verəcəyimiz sualları belə bizim rast gəldiyimiz formalarda valideyn nənə özü, uşaq özü cavab vermir, nənəyə baxır və istəyir ki, nənə onun yerinə cavab versin. Və dövrümüzün ən çox rast gəlinən problemlərindən biri sayılır. Bəli, doktor, həqiqətən çox düzgün istiqamətdə vurğuladınız. Bugünkü gün çox tez-tez təsadüf eləyirik və çox maraqlı bir tendensiya yaranıb. Bugünkü gün mütəxəssis yanına gəlirlər, psixoloq, həkim, nevroloq, psixiatr. Bir baxıb görürsüz ki, anadan çox nənə məlumatlıdır və ya bibi məlumatlıdır, xala məlumatlıdır və ya baba və bunun da təməl kökünü araşdıranda məlum olur ki, 40 günlükdən etibarən bu şəxslər uşağa daha çox baxıb, daha çox yaxın olubdu. Ona görə də bugünkü gün uşağın məhz valideyn bağları daha çox ikinci dərəcəli yaxınları ilədir, qohumları ilədir. Bax, bununla bağlı nə düşünürsüz? Bu doğrudurmu, yanlışdırmı, belə olmalıdırmı, olmamalıdır və bunun fəsadları? Əslində bu bugünkü günümüzün sosial problemi sayılır. Çünki daha çox qadınların işə qazanılması da var burada. Qadınlar iş fəaliyyətini davam etmək istəyir, karyerasını daha da ön pillələrə qaldırmaq istəyir. Onun fonunda və uşağı gün ərzində demək olar ki, bir gün 1-2 saat ərzində görür. Bu da adətən axşam saatlarında bəzi valideynlər var ki, evə gəlir, uşaq yatmış olur. Səhər durub gedəndə yenə uşaq yatmış olur və valideyni görmür. Bu əslində cəmiyyətimiz üçün çox böyük problemdir. Uşaqların valideyn formalaşma, valideyn düşüncəsinin formalaşması üçün çox belə düşünürəm ki, çətinlik yaradacaq bir problemdir. Bəli, doktor, çox düzgün vurğulayırsınız və həqiqətən də müəyyən bir nüanslara toxundunuz ki, bugünkü gün bizim cəmiyyətin yaralı bir hissəsidir və məlumat üçün deyim ki, bağlanma problemi olan uşaqlar pediatr baxışına belə tam hazır olmurlar. Niyə görə? Özgüvənsiz olurlar, çox qaçınqan olurlar, eyni zamanda çox qıcıqlanırlar, aqressiyamız olur, davranış problemlərimiz olur, ünsiyyətə girməkdə çətinliklər olur. Bax, belə bir uşaqlarla rastlaşırsınızmı və rastlaşdığınız zaman hansı tədbirləri görürsünüz? Daha çox rastlaşırıq. Məsələn, uşaq gəlir nənə ilə, nənənin yanından, ümumiyyətlə nənənin arxasında gizlənir, verilən suallarımıza cavab vermir və yaxud da vermək istəmir və nənələr daha çox qoruyucu, valideynlə müqayisədə daha çox qoruyucu yanaşırlar uşaqlara və bəzən uşaqlara verdiyimiz sualı belə nənə deyir ki, qoyun mən cavab verim. Mən daha yaxşı deyəcəm. Eləcə də dayələrimiz. Yəni bəzən məsələn biz soruşuruq uşaqlara hərarət salcını neçə saatda bir verirsiniz? Onu belə nənələr, dayələr daha yaxşı deyir, nəinki valideynlərimiz. Bəli. Valideynlər sadəcə olaraq kənardan baxıb nəzarətçi kimi funksiya yerinə yetirirlər. Doktor, belə bir istiqamətə fikrinizi yönəltmək istəyirəm. Bəzən həqiqətən də analar hamiləlik dövründə analığa hazır olmurlar. Yəni onun üçün böyük bir stres olur ki, mən ana olacağam, mən övlad böyüdəcəm, onun hərarəti olacaq, yuxusuz gecələri olacaq və doğuşdan öncə də və doğuş sonrası da bəzi depressiv əlamətlər yaşaya bilir. Həmin uşaqların valideynlərinə, həmin o uşaqların, doğulan uşaqların valideynlərinə, xüsusilə də anaya bağlanması çox çətin bir proses olur və bu bəzən 6 ay, 1 il davam edə bilər. Əlbəttə ki, belə bir uşağın ana ilə bir bağı formalaşmır. Və həmin uşaqlarda bir sağlamlıq problemləri də özünü göstərir. Mən hər zaman bağlanma problemi olan uşaqlarda valideynləri ilə söhbət zamanı bir çox xəstəliklərin əlamətlərini saydıqlarını müşahidə eləmişəm.
Amma sizdən bir mütəxəssis olaraq dəqiqləşdirmələr aparmaq istəyirəm. Bax, bu uşaqların istiqamət olaraq hansı fizioloji problemlərinin və ya hansı xəstəliklərinin, hansı əlamətlərinin tez-tez müşahidə edirsiniz? Onu düz qeyd elədiniz ki, bu hamilə dövründən gələn bir şeydir, hamiləlik dövründən. Yəni valideynlər bu uşağı bəzən işləyən valideynlər özünə yük kimi düşünür ki, mənə çətin olacaq, mən gecə yuxusuz qalacağam, işə adaptasiyam pozulacaq və onun fonunda da o uşağı tam da qəbul edə bilmirlər. Bəzi valideynlər var ki, yəni doğum zalında belə uşağın ona yaxınlaşmasını qəbul etmirlər ki, bir neçə gün mən görmək istəmirəm. Yəni bu əslində böyük bir qəbahətdir, amma ana olaraq onun psixoloji vəziyyəti buna icazə vermirsə, bizim başqa bir seçimimiz yoxdur. Və bu dövrdə də uşaqların ən çox rast gəldiyimiz gecə qorxuları, enorezlər, gecə enorezləri, gecə qışqırmalar, gecə terrorları, yuxu pozğunluqları, uşaq məsələn oyanır, yanında valideyni görmür, daha da oyanıq olur və səhərə qədər demək olar ki, yatmır. O uşaqlar anasını görüb və yaxud da ikinci bir dayəni gördükdə yuxuluyur hardasa saat 6-da və bu uşaqların səhər durma saatı artıq çəkir saat 12-yə. Bu uşaqların yuxu rejimi pozulur, çox əsəbi olurlar, çox gərgin olurlar. Bağça yoldaşları ilə ünsiyyət qurmaqda çox çətinlik çəkirlər, bağça müəllimələri ilə xüsusi problemləri olur. Yəni düz qeyd elədiniz ki, burada valideyn rolu çox böyükdür. Bəli, doktor. Çünki burada bugünkü gün bu mövzu əslində dünya praktikasında çox ciddi şəkildə diqqət mərkəzindədir. Psixoterapiya baxımından belə çox önəmli bir yer tutur bağlanma əlamətləri və bağlanma ilə bağlı yaşanılan pozuntular və xüsusilə statistik məlumatlarda həmin uşaqlarda immun sistemi ilə bağlı olan problemlər çox tez-tez sadalanır. Çünki həmin uşaqların immuniteti gec formalaşır, onlar tez-tez müxtəlif qrip xəstəliklərinə, müxtəlif viruslara yoluxa bilirlər. Onların çəki almasında bəzi çətinliklər ola bilir. Bax, bununla bağlı praktikanızda əlamətlər olurmu? Müşahidə edirsinizmi? Olur təbii ki. Ən çox bu uşaqlarda dediyim kimi temperatur yüksəkliyi olur, tez-tez xəstələnmə halları olur. Yəni hansı uşağın ki, anası ilə gün ərzində sıx kontaktda olur, o uşaqlar daha rahat olur, daha emosional cəhətdən özünü komfort zonada hiss edir. Ancaq bəzi uşaqlar var ki, ana olmadığı üçün hırçın olur, onun fonunda tez-tez immuniteti zəifləyir. Ən çox da qidalanmadan imtina edir o uşaqlar. Bəli. Bəzən tələb edirlər ki, çəkilər düşməyə başlayır. Anam gəlsin, yemək yeyəcəm. Çəki düşür və bunun fonunda immunitet zəifləyir, tez-tez yuxarı tənəffüs yolları infeksiyası ilə rastlaşırıq və bunun mərkəzində də, özəyində də valideyn diqqətsizliyi kimi qiymətləndirə bilirik. Bəli, əlbəttə ki, düzdür. Biz indi danışırıq. Valideynlər, analar, atalar, əslində bizi izləyənlər də bəlkə bu bir təəssüf də yaradır, bəlkə bir gərginlik də yaradır. Mən hər zaman deyirəm ki, əslində bu gün övladı ilə bir bağlanmada çətinlik yaşayan bir ana və ata, o özü də nə vaxtsa analıq və atalıq hisslərini valideynlərindən almayıb. Yəni orada bir qırıqlıq var və eyni zamanda da şəxsiyyətlərinin formalaşma dövründə bir çox travmatik hallar yaşayıblar. Emosional problemləri olubdu və eyni zamanda da emosional zəkalarında aktiv formalaşma mərhələsində problemlər yaşandığı üçün, məsələn, bəzən elə olur ki, adamın yaşı çoxdur, amma valideynliyə hazır özünü hiss eləmir, daha aşağı yaşda özünü hiss eləyir. Bu kimi problemlər təbii ki, kifayət qədər ciddi problemlərdir ki, o övladına bağlana bilsin. Ona görə də biz qətiyyən bu valideynləri, bu anaları, bu ataları günahlandırmırıq. Çünki burada günahlandırmadan söhbət gedə bilməz. Sadəcə olaraq biz əsas vurğulamaq istəyirik ki, bu problem varsa, həmən əlamətləri nəzərə alaq, həmən qarşısını almağa çalışaq və başa düşək ki, və başa salaq ki, eyni zamanda ki, bu həll oluna bilən bir problemdir. Çünki bağlanmada olan çətinliklər, məsələn, bir yaş yarımında üstünə düşsək, üzərinə düşsək, qarşıdakı dövrdə nitqinin açılması, inkişaf mərhələlərində daha ciddi bir rol oynayacaq. Bax, bununla bağlı nə düşünürsünüz? Bu valideynlərlə söhbətiniz zamanı, söhbətiniz daha çox dəstəkləyici mi olur, tənqid xarakterli mi olur və yaxud da ki, müqayisə xarakterli, tövsiyə xarakterli mi olur? Necə gedir bax o söhbətləriniz? Belə deyim, yəni valideynlər təbii ki, nə zaman ki, uşağına vaxt ayıra bilmir, mən valideynlərimlə də danışıram, öz işdə oturduğu müddətdə belə onların fikri öz uşağında olur. Özünü günahlandırırlar, özündə günah axtarırlar. Təbii ki, bunda
keçmişdə yaşadığı ailə problemləri durur. Amma siz düz qeyd etdiniz ki, təbii valideynləri biz günahlandıra bilmərik. Bugünün tələbatı odur, valideynlərin seçimi budur və o valideynlərin ən çox seçimi olur ki, istirahət günü maksimum uşaqla qeyd eləmək istəyirlər, onun istədiyi qidaları vermək, onun yanında olmaq və çox vaxt mən onlarla danışanda həmin gün uşağın demək olar ki, temperaturu normal olur, əhval-ruhiyyəsi yaxşı olur, gərginliyi qeyd olunmur. Yəni valideynlər özü də hiss eləyir bunu və çox valideynlər çalışır bunu düzəltməyə. Təbii doktor, əgər ana ilə uşaq yaxınlaşırsa, emosional bağları düzgün qurulursa, bağlanmada yanlışlıqlar götürülürsə, ana öz energetikasını uşağına verə bilir. Evet. Öz sevgisini, öz parıldayan gözlərini, xoş sözünü, emosiyasını və istiliyini verə bilir. Bu halda təbii ki, uşağın da enerjisi yüksəlir, özünə güvəni artmağa başlayır, aktivliyi artmağa başlayır. Bu kimi hallar əlbəttə ki, keçərlidir və maksimal şəraitdə buna imkanımız var. Amma bəzən elə olur ki, bu bağlanmanı yaşayan tərəflərdən biri istəyir, nənə olsun, baba olsun, bibi, xala, əmi, dayı. Onlar heç cürə bu uşağı buraxmaq istəmirlər. Yəni o bağlanan tərəfində bir problemləri olur. Təbii ki. Onun da özü ilə bir problemi olur, anası ilə, keçmişi ilə, öz övladı ilə. Ona görə də bir şeyləri düzəltməyə çalışır. Bu hallarda təbii ki, proses artıq mütəxəssislərin üstünə düşür. Sizin Bəli, bizim də üzərimizə düşür, amma biz də bəzən sizdən kömək istəyirik. Bax, bu kimi hallar cərəyan eləyəndə bağlanma ilə bağlı problemlərdə mövzu uzanır. Yəni həll eləmək olmur. Açıqcası bugün belə кейslərimiz də var. Üzərindən bir il keçib, hələ də nənə ana obrazındadır, ana bacı obrazındadır və hələ də bu uşağın problemləri həll olunmayıb. Niyə görə? Çünki nənə bu olduğu istiqamətdən, olduğu beləcə yerləşmədən qətiyyən tərpənmək istəmir. Bu halda sizin çıxış yolunuz nə olur? Düz deyirsiniz, bu hallar olur. Məsələn, uşaqlar çox vaxt nənəyə ana deyir. Və bunu eşidən ana istər-istəməz aqressiv olur, aqressiyasını yönəldə bilmir. Bəzən yəni düşünülməmiş şəkildə uşağa qarşı yönəlir o. Yəni bu situasiyalarda bizim ancaq sizə yönəltmək kimi bir şansımız var. Sizin köməyinizdən kömək istəyirik sizdən. Yəni bu daha geniş yanaşma nəticəsində düzələ biləcək problemdir. Çünki düz deyirsiniz, valideynlərin çoxu deyir ki, məsələn, mən bu uşağın kiçik vaxtlarında başım işə qarışmışdı, daha çox diqqət ayıra bilmədiyim üçün indi nəvəmə o diqqəti ayırıram. Ancaq onu da bir keçirmiş olur ki, yəni bu artıq onu təsəlli edici bir variantı deyil. Bu uşağın bugün valideynləri varsa, o daha çox valideynlərinin qərarlarını qəbul eləməlidir, onların deyəcəyi sözü qəbul etib, təbii ki, böyük olaraq nənənin, babanın rolu yüksəkdir, yəni ailədə qiymətləndirilir. Amma ana rolunda olması heç qəbul olunmazdı. Təbii doktor. Belə bir fikir də səsləndirmək istəyirəm burada və bunu suala da çevirəcəm. Və bu uşaqların sərbəst qidalanma ilə bağlı çətinlikləri olur. Bəzən bezdən uzun müddət çıxmaq istəmirlər, çıxa bilmirlər və yaxud da ki, sərbəst geyinməklə bağlı çətinlikləri olur, özünə xidmətlə bağlı çətinlikləri olur. Bu kimi halları da müşahidə edirsinizmi? Eləyirsinizsə, bu zaman çıxış yolu kimi necə bir yol seçirsiniz, nə məsləhət verirsiniz? Çünki mənim bildiyim, bizim insanlarda, bizim vətəndaşlarda belə bir xüsusiyyət var ki, onlar ilk ən dəyərli məsləhəti pediatrdan almaq istəyirlər. Çünki uşaqla bağlı ilkin fikirlər pediatra yönəlir. Pediatr onu nevroloqa yönləndirirsə, artıq nevroloqdan alır, nevroloq və ya psixoloq olacaqsa, psixoloqdan alır. Amma ilkin uşağı necə böyütməklə bağlı o bütün əsas fikirlərin kökü biraz daha çox pediatrdan gəlir deyə düşünürəm. Ona görə bu mövzu mənə maraqlı gəldi, mövzunun bu istiqaməti. Siz nələr edirsiniz bu zaman? Bu uşaqların ən əsas problemi sərbəst qidalana bilməmək. Çünki nənə və yaxud da dayı onu sərbəst qidalanmağa icazə vermir. Avropada belə bir qəbul olmuş qanun var. Uşaq özü əli ilə yeməyi hiss eləməlidir, ağzına koordinasiyası formalaşmalıdır. Ancaq bunu ağzına gətirdiyi falda bu koordinasiya formalaşa bilir. Bizdə isə nənə, dayı buna icazə vermir. Daha çox özü əli ilə qidalandırmağı sevir və uşağa daha çox ətrafı tökülməsin deyə uşağa məhdudiyyətlər qoyurlar. Bəli. Bu isə uşaqların nəticədə 1 yaşında uşaqlar var, hələ də blenderdan yemək yeyirlər, hələ də sərbəst ağzına apara bilmirlər yeməyi və ən böyük problemimiz biz pediatrların bugünkü uşaqlar meyvə qəbul edə bilmirlər. Ət yeyə bilmirlər. Çox uşaqlarımız çiynəyir və onu udmaqda çətinlik çəkir və onu uda bilmir.
və bunun fonunda da daha çox həzm sistemi ilə bağlı şikayətlərimiz, qəbizlik, ishal şəklində şikayətlərimiz çox olur. Onda belə çıxır ki, bu uşaqlarda həm də sensor problemləri müşahidə edirsiniz. Bəli. O zaman sensor terapiya təbii ki, ən çox kömək edən vasitələrdən biri olur və eyni zamanda duyu bütünləmə terapiyasında da qida pozuntuları ilə bağlı çox geniş şəkildə işlənilir. Düşünürəm ki, əlbəttə ki, bağlanma problemi olan bir uşağın sensor tərəfləri zəif olacaq. Niyə görə? Çünki bağlandığı adam ona çox belə desək, əziyyət çəkməyə imkan verməyib və yaxud da çox istiyə, soyuğa düşməyib, çətinliklərə düşməyib deyə daha rahat bir komfortlu həyata öyrəşib, necə ki düzgün vurğuladınız. Məhz bu istiqamətdə bəzi müasir terapiya üsulları var ki, həqiqətən də valideynlərin köməyinə çox ciddi bir şəkildə çatır. Belə bir sual verim sizə. Bu bağlanma problemi uşaqlardan danışdıq. Bu gün bu problemli valideynlərdən danışdıq. Amma ortaya bir dayə fenomeni də çıxıb. Bu dayə fenomeni həm yaxşıdır, həm çətinlikləri var, həm nüanslar var, həm tez-tez dəyişilir, həm özlərinin özünə məxsus tərbiyə modelləri var, belə desək, duyğuları var, öz hissləri var. Bunlarla bağlı fikirləriniz nədir? Məsələyə dayələr nə qədər təsir eləyir? Dayələrin rolu burada hardadır? Bugün ən çox aktual mövzulardan biridir o dayələrin uşağa nəzarəti. Düz deyirsiniz, yəni dayə də bir evdən gəlirsə, onun da psixoemosional vəziyyəti bəzən gərgin olur və o gərginliyi istər-istəməz uşağa keçirə bilir və yaxud da uşağınla məşğul olmaq səviyyəsinə, yəni bəzən anaların gözlədiyini verə bilmir o dayə nəzarəti. Təbii ki, burada da problemlərimiz var. Dayələrimizin hansı səviyyədə uşaqla məşğul olmağa hazır olması. Bu da əsas sual prioritetlərindəndir. Uşaqların yaş qrupuna uyğun oyuncaq seçilməsi, onlarla vaxt keçirilməsi bugün aktual mövzulardan biridir. Bəli, və dayələrlə bağlı bir fikri də qeyd eləmək istəyirəm ki, bəzən dayələrin ailədə olması sanki ananın özünü də öz analıq hisslərindən bəzən biraz uzaqlaşdıra bilir və xüsusilə hansı məqamda ki, ana daha yorğundur, ana biraz daha depressiv əlamətlərə meyllidir. Bu halda təbii ki, dayənin olması məsələn üstün bağlayır. Amma bəlli bir vaxtdan sonra bəlli olanda ki, anada bu əlamətlər var və müalicə olunanda, terapiya olunanda ana özü də dayə ilə yanaşı uşağını paralel böyütmək istəyir, yanaşmaq istəyir, ünsiyyət qurmaq istəyir. Az öncə dediyim kimi, həm çox lazımlı, həm çox faydalı, həm də çox nüanslı bir proseslərdən biridir. Bağlanma problemləri ilə bağlı daha bir istiqamətini diqqətimi çəkir. Bu nədən ibarətdir? Elə uşaqlar var ki, onlar belə desək, tam yaxınlara deyil, bəzən haransı bir parka gedir, yad insanlara da meylənir, oradan qopmaq istəmir, o əzizləri deyə ilk dəfə gördüyü insanlara meylənmək istəyir, ondan qalmaq istəyir. Bu da valideynlərdə təşviş yaradır, həyəcan yaradır. Bununla bağlı müraciətlərimiz də olur. Bununla bağlı nə düşünürsünüz ümumiyyətlə? Siz o uşağın ailədə özünə yaxın bir insan tapılması və kənardan kimləsə o emosional nəsə üst-üstə düşür, daha çox özünü ona yaxın hiss eləyir deyə artıq bu fonda valideyn çox aqressiv ola bilir. Yəni düşünür ki, bu bizim aramızda daha üçüncü bir şəxs girdi. Evdə məsələn dayə, nənə varsa, bu üçüncü şəxs və növbəti dəfə ana çalışır ki, o uşaqlarla heç görüşməsin uşaq. Amma uşaq isə istəyir o uşağın yanına getmək, çünki nəsə bir emosional hiss eləyib o uşaqdan. Yəni burada əsas valideyn faktordur. Eləcə də məsələn dayələrə uşaq daha çox dayəyə sual verir, daha çox istəklərini dayədən istəyir. Bu da valideynləri narahat eləyir ki, yəni narahat olurlar ki, ola bilər onu bizdən çox istəsin, ola bilər yatanda belə onu çox istəyirlər, onu istəyirlər yanında olsun. Bu valideynlərimizi çox narahat eləyir əslində. Doktor, belə bir sual verin. Bəs bu bağlanma problemi olan uşaqların emosional fonundakı əlamətlər, ilkin bu fizioloji və yaxud da ki, psixoloji əlamətlər, nevroloji əlamətlər nə daha çox diqqətinizi çəkir ki, məsələn, oradan təyin edirsiniz bu uşaqları? Belə deyim, məsələn, sual verdikdə uşaqlar, böyük uşaqlar daha çox dayənin üzünə baxırlar. İstəyirlər ki, birinci o cavab versin və yaxud da o nə deyirsə, uşaqlar həmin sözü təkrar eləyir. Valideynləri ilə bağlı məsələn sual verəndə bəzən valideynlər özü deyir ki, doktor, mən özüm işdə oluram, bilmirəm dərmanı nə vaxt verilib.
neçə dəfə qidalanıb, hansı qidanı qəbul edib və bu belə uşaqlarda narahatçılıq, daha çox özünə qapanmış, suala cavab verməkdən ehtiyat edən, çəkinən uşaqlar bəlkə də çox həyəcanlanan uşaqlar. Bəli, eyni zamanda aqressiv uşaqlar görürük biz. Bəli. Və isterika da bura aid eləyə bilərik. Doktor niyə görə? Çünki bu tip uşaqların belə bir xüsusiyyəti var. Onlara yaxınlaşdığın zaman, onların o oyun belə desək, alanına girdiyin zaman isterika ilə də rastlaşa bilərsən, qarşı gələ bilərlər, səni qəbul etməyə bilərlər ki, bu kimi hallara biz tez-tez şahid oluruq və müşahidə edirik. Çox maraqlı müzakirəmiz keçdi bu gün doktor. Sizə təşəkkür edirəm Gülər xanım. Gəldiyiniz üçün, belə gözəl fikirlər, dəyərli fikirlər səsləndirdiyiniz üçün. Çünki mən düşünürəm ki, hər bir həkimin birinci funksiyası öyrətmək olmalıdır. Daha sonra müalicə eləmək, daha sonra nə isə yoluna qoymaq. Çünki mənə görə nəticədə hamımız valideynik. Bəli. Və nəticədə valideynlər məhz həkimlərdən öyrənir bu övlad böyütmə prosesini və onun çətinliklərini. Çox gözəl bir şəkildə bunları ortaya qoydunuz və həqiqətən bugünkü gün Azərbaycan üçün çox aktual bir mövzudur. Və beləliklə də bugünkü bir efirimiz sona çatdı və əminəm ki, bugünkü mövzumuzun müzakirəsi sizin üçün çox faydalı olacaq. Çünki övladlarımız nə qədər çox öz ata-analarına düzgün şəkildə bağlansa, cəmiyyətimiz üçün faydalı övlada çevrilə bilər.